Ənənəyə sadiq qalaraq bu ildə ad günümü keçirtmək üçün anamla bərabər xaricə getdik. Bu dəfəki seçimimiz Maldiv oldu. Hər il öz doğum günümdə anama mütləq təşəkkürümü bildirirəm. Məncə hədiyyənin ən böyüyü məhz onlara edilməlidir. Allah bütün valideynləri qorusun, dünyadan köçənlərə isə Allah rəhmət eləsin. Maldivə artıq birbaşa reys olmadığı üçün ilk öncə Dubaya, daha sonra Maldivə uçduq. Bu arada bu səyahəti mən Yusico Travel-dan əldə etmişəm. Artıq uzun müddətdir bütün səyahətimi onlara həvalə edirəm. Dubaya da, Viyanaya da səyahətimi məhz onlardan almışdım. Həmçinin 6 aylıq Şengen vizamı da. Aşağıda səhifələrini də qeyd edəcəm, rahatlıqla müraciət edə bilərsiniz. Özümə ad günü hədiyyəsi axtarırdım. Mən bir çanta xəstəsiyəm. Dubay aeroportunda bir neçə saat vaxt öldürməli idik. Elə bunu fürsət bilib özümə çanta axtardım. Yaşım artdıqca sözün açığı qızıla daha çox pul xərcləmək istəyirəm. Ona görə özümü qızıl ilə də sevindirdim. Keçən il buradan eyni modelin qolbağını almışdım. Bu dəfə eyni modelin boyunbağısı ilə özümü sevindirdim. Sırğasını da alsam dəstim tamamlanacaq. Bir neçə mağaza gəzdikdən sonra tam istədiyim çantanı tapdım. Hətta sonradan yadıma düşdü ki, bu mənim wish listimdə var imiş. Üstünə adımın və soyadımın baş hərflərini də qeyd etmək istədim. Amma hədiyyələrimin heç birini ad günüm günü gəlməyincə açmayacağam. Hələ də gözləyirəm balaca uşaq kimi. Çoxları hədiyyə almağı sevir və yaxud da hədiyyə verməyi sevir. Mən isə özümə hədiyyə etməyi dəhşət çox sevirəm. Heç bir şey bu qədər məni sevindirmir həqiqətən. Daha sonra aeroportda yerləşən Marhaba adlı lancda əyləşdik. Əgər sizə aeroport lanclarında nə yeməklər verilir, nələr təklif edilir, bunlar maraqlıdırsa, mütləq aşağıda qeyd edin, ətraflı video hazırlayım. Və təxmini 4 saatdan sonra biz artıq Maldivdə idik. Maldivdən növbəti vloqlarımı gözləyin. Bura qədər izlədinizsə təşəkkürümü bildirirəm. Zəhmət olmasa like etməyi, rəy yazmağı da unutmayın.